Evliliği Allah Subhanahu Taala'nın Adem evladına, xüsusən də müsəlmanlara, iman gətirmiş insanlara olan nemətidir. Hansı ki bununla insan dinini qoruyur. Evliliklə insan dinini qoruyur. Və həmçinin insan üçün şeytandan qorunmaq üçün bir qaladır. Və həmçinin nəslin artması üçün bir səbəbdir. Hansı ki Allah Resulü sallallahu aleyhi və səlləm bu səbəblə qiyamət günü övünəcək. Yəni digər Rasulların önündə övünəcək. Ümmətinin çox olması ilə Allah Resulü sallallahu aleyhi və səlləm övünəcək. Və Allah subhanahu ta'ala Quran-ı Kərimdə və eləcə də onun Resulü sallallahu aleyhi və səlləm öz sünnəsində evlənməyə həvəsləndirmişdir. Evlənməyə rəğbətləndirmişdir və Allah subhanahu ta'ala Quran-ı Kərimdə deyir ki, وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً Bizdir səndən öncə də Rasullar göndərmişdik və onlara zövcələr və zürriyyət, övladlar bəxş etmişdik. Və İmam Qurtubi rahmanullah bu ayənin təfsirində deyir ki, bu ayə evliliyi qurmağa dəlalət edir və həmçinin subaylıqdan, yəni evlənməməkdən qadağan edir. Çünki bu Allah Rasullarının, Peyğəmbərlərin yoludur. Evlənmək Peyğəmbərlərin yoludur. Və həmçinin Allah Subhanahu Taala öz qulların tərifləmişdir. Hansı ki ayədə onları mədh edir. Onlar deyirlər ki, وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا Hansı ki onlar deyərlər ki, ey Rəbbimiz, bizə göz bəbəyimiz olacaq, gözümüzün aydınlığı olacaq, zövcələr və övladlar, zürriyyət bəxş et. Allah Subhanahu Taala bu qullarını övmüşdür. Və həmçinin Allah Subhanahu Taala cənnət nemətlərinin tamamından olaraq demişdir ki, وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ Onlar üçün orada pak zövcələr vardır. Yəni cənnətdə pak zövcələr vardır. Və həmçinin Allah Resulü'nün sallallahu aleyhi və səlləm hədislərində gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Ən-nikâhu min sünneti, fəmən ləm ya'məl bi sünneti fəleysə minni və təzəvvəcu fəinni mukâthirun bikumul umeme yevmel qiyameh." وَمَنْ كَانَ لَهُ طَوْلٌ فَلْيَنْكِحْ وَمَنْ لَمْ يَجِدْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّ الصَّوْمَ لَهُ وَجَاءٌ Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, evlilik mənim sünnətimdəndir və kim mənim sünnətimə, yəni yoluma əməl etməzsə, o məndən deyildir və evlənin. Həqiqətən mən sizinlə, yəni sizin çoxluğunuzla qiyamət günü ümmətim də çox olacaq, ümmətim çox olacaq. Və kimin evliliyə gücü çatırsa, qoy evlənsin. Və kimin gücü çatmırsa, qoy oruç tutsun. Həqiqətən oruç qoruyandır. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm evliliyə rəğbətləndirmişdir. Salih zövcənin olmasın ən gözəl xəzinələrdən adlandırmışdır. Hansı ki Allah Subhanahu Taala bu ayəsi indikdə وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللّٰهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ O kəslər ki, qızıl və gümüş yığarlar və onu Allah yolunda xərcləməzlər. Onları ağırlı, azlı əzabla müjdələr. Və sahabələr deyir ki, biz bu ayə inəndə Allah Resulü sallallahu aleyhi və səlləmlə bir yerdə idik, səfərdə idik. Və bəzi sahabələr dedilər ki, bu ayə qızıl və gümüş haqqında inib. Əgər bilsəydik hansı mal daha xeyirlidir, biz də onu yığardıq, cəm edərdik. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, əfdaluhu lisanun zəkirun və qalbun şəkirun və zəvcətun müminətun tu'inuhu alə imani.
Deyir, bunların ən fəzilətlisi, ən xeyirlisi zikr edən dil, şükr edən qəlb və mömin zövcə, hansı ki ona imanında kömək edər. Ona imanında kömək edər. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləmdən, yəni subay qalmaqdan çəkindirmiş, evlənməməkdən çəkindirmişdir. Ayşə anamızdan radiyallahu anhədən gələn hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm Osman İbn Məz'una deyir ki, o evlənməməyə çalışdıqda ona deyir ki, Ya Osman, innər rahbaniyyətə ləm tuqtəb aleynə, əfəmə ləkə fiyyə usvə, fəvallahi inni əxşəkum lillah və əhvatukum bi hududih. Allah Resulü sallallahu deyir ki, ey Osman deyir, həqiqətən rahiblik bizə yazılmamışdır. Allah subhanallah bizi bizə vacib etməmişdir, bizə yazmamışdır. Məndə sənin üçün örnək yoxdurmu? Yəni, mən sənin üçün gözəl örnək deyiləmmi? Həqiqətən mən sizin Allahdan ən çox qorxanınızam və onun hüdudlarını, qadağalarını ən çox qoruyanınızam. Həmçinin sələflərdən, sahabələrdən gələn nəqillərdə, əsərlərdə sahabələr buyurur ki, Tavus rahmehullah buyurur ki, cavanın ibadəti tam olmaz o vaxta qədər ki, hətta evlənsin. Yəni, cavan, bir gənc evlənmədiksə, onun ibadəti tam olmaz. Və həmçinin Səid ibn Cübeyr deyir ki, Qaləli İbn Abbas, Ya Səid təzəvvəc, fə innə xayrə həzihil ümməti əksəruhə nisəə. Ey Səid ibn Zübeyir radiyallahu anh deyir ki, İbn Abbas radiyallahu anhümə mənə dedi, ey Səid, evlən. Həqiqətən bu ümmətin ən xeyirləri çoxlu zövcəsi olandır. Ən çox zövcəsi olandır. Və həmçinin İbn Məsud radiyallahu anh deyir ki, bu dünyada deyir, bilsəm ki, yəni cəmsi 10 gün ömrüm var, hətta o 10 günü belə yəni zövcəsiz olmağı istəməzdim. Yəni istəyərdim ki, o 10 gündə belə evli olum, zövcəm olsun. Və həmçinin Şəddəd ibn Əvs radiyallahu anh deyir ki, Zəvvicuni fə innə Rasulallahi sallallahu aleyhi və səlləm əvsani ən lə əlqiyəllahə azəbə. Şəddəd ibn Əvs radiyallahu anh deyir ki, məni evləndirin. Hansı ki artıq yaşlaşmışdır. Həqiqətən deyir, Allah Resulü sallallahu aleyhi və səlləm mənə nəsiyyət etmişdir ki, Allahla subay olduğum halda, yəni evli olmadığım halda görüşməyin. Və həmçinin Muaz ibn Cəbəl radiyallahu anhu deyir ki, Zəvvicuni fə inni əkrahu ən əlqiyəllahə azəbə. Həmçinin Muaz ibn Cəbəl radiyallahu anhu deyir ki, məni evləndirin. Hansı ki, bunu xəstəliyi vaxt deyir və həm bu xəstəliyində də dünyasını dəyişir. Məni deyir, evləndirin, mən həqiqətən Allahla subay qarşılaşmağa istəmirəm deyir. Buna ikrah edirəm deyir. Subhanəkəllahumma və bihamdikə əşhədu ən la iləhə illə əntə əstəğfiruka və etûbu ileyk.